الله الرحمن الرحيم الحمد لله رب العالمين والصلاة والسلام على أشرف الأنبياء والمرسلين نبينا محمد وعلى آله وصحبه أجمعين اللهم علمنا ما ينفعنا وانفعنا بما علمتنا وزدنا علما رب اشرح لي صدري ويسر لي أمري واحلل عقدة من لساني يفقه قولي أما بعد. İnşallah Buluğul Maram kitabının şərhləri dərsine devam edirik. Bugünkü dersimizde inşallah 18, 19, 20 bir de 21. hadisleri götüreceğiz. 3 hadisin mövzusu birdir. 18, 19, 20. hadislerin mövzusu birdir. Mövzu nedir? Taharatu cildil meyteh izâ dubiq. Ölü heyvanın dərisi aşılanarsa onun təmiz olması. Ölü heyvanın dərisi aşılanarsa onun təmiz olması. 18. hadisdə İbn Abbas radiyallahu anhuma buyurur ki Peyğəmbər sallallahu aleyhi və səlləm belə buyurdu. İzâ dubiqal ihâbu fəqad tahur. Əxracahu Muslim. Dəri aşılanarsa artıq təmizlənmişdir. Bu hadisi Muslim rahimehullah rivayet edib sahihində və hadisin İbn Abbas radiyallahu anhumanın hadisinin Sünəndə gələn ləfsi isə belədir. Eyyuma ihabin dubiğa faqad tahur. Hansı dəri aşılanarsa artıq təmizlənmişdir. Birinci rivayətdə, birinci ləfsdə dəri aşılanarsa, əgər dəri aşılanarsa artıq təmizlənmişdir. İkinci ləfsdə isə hansı dəri aşılanarsa artıq təmizlənmişdir. 19. hədis Sələmə İbn-i Muhabbiq radiyallahu anhunun hədisidir. Buyurur ki Peyğəmbər sallallahu aleyhi və səlləm belə buyurdu. Dibəğu culudil meytəti tuhuruha. Sahahu İbn Hibban. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki ölmüş heyvanın dərilərini aşılamaq onu təmizləməkdir. Bu hədisi də İbn Hibban rahimehullah səhihləşdirib. Ondan sonra gələn hədisdə buyurur ki Meymunə radiyallahu anhadan gələn hədisdir. Buyurur ki Mərrə Rasulullah sallallahu aleyhi və səlləm bişətin yəcurrunəhə. Deyir ki Peyğəmbər sallallahu aleyhi və səlləm bir qoyunun yanından keçdi. Hansı ki insanlar onu sürüyərək aparırdılar. Yəni onu atmaq üçün, tullamaq üçün aparırdılar. Fəqalə ləv əxəztum ihəbəhə. Peyğəmbər sallallahu aleyhi ve sellem onlara dedi ki, onun dərisini götürsəydiniz, yəni onun dərisini götürsəydiniz yaxşı olardı və yaxud da təki gərək onun dərisini götürərdiniz. Bu mənada. Onlar dedilər ki, İnnəhə meytə. Onlar dedilər ki, o ölüdür. Yəni bu qoyun ölüdür. Peyğəmbər sallallahu aleyhi və səlləm dedi ki, yutahhiruhəl mə'u vəl qaraz. Dedi ki, onun dərisini su və qaraz təmizləyir. Qaraz nədir? İnşallah indi kəlmələrin mənasında gələcək. Bu hədisi də Əbu Davud və Nəsai rivayət kitablarında gətiriblər. Hədislərin ravilərinə gələndə İbn Abbas və Meymunə radiyallahu anhuma haqqında 8-ci hədisdə keçib. Qaldı bir dənə Sələmə İbn-i Muhabbiq Əl-Huzəli radiyallahu anhu. Sələmə İbn-i Muhabbiq Əl-Huzəli radiyallahu anhu künyəsi Əbu Sinan olub. Əbu Sinan. Və ondan oğlu hədis rivayət edib. Sinan. Oğlu Sinan atasından hədis rivayət edib. Və həmçinin Sələmə radiyallahu anhudan rivayət edənlərdən biri də Cəvun İbn Qatadədir. Və həmçinin Həsən-ül Basri rahiməhullahdır. Və ümumiyyətlə Sələmə radiyallahu anhu Peyğəmbər sallallahu aleyhi və səlləmdən 12 hədis rivayət edib. Ondan sonra
qaraz kəlməsi nədir hədisdə keçən? Hansı ki Meymunə radiyallahu anhənin hədisində keçdi ki Peyğəmbər sallallahu aleyhi və səlləm o qoyunun dərisi haqqında dedi ki onu su və qaraz təmizləyir. Qaraz tanınmış, bilinən bir toxumdur, bitkidir. Və bu bitki, bu toxum dərilərin aşılanmasında istifadə olunur. Su ilə qarşılaraq istifadə olunur. Və Şeyx Abdullah Fövzən Hafizahullah buyurur ki, qarazın əvəzinə başqa şeylər də dura bilər. Hədisdə yalnız Peyğəmbər sallallahu aleyhi ve sellemin yalnız qarazı zikr etməsi ondan başqasının icazəli olmamasına dəlil deyil. Peyğəmbər sallallahu aleyhi ve sellem yalnız misal olaraq qarazı misal çəkir. Və yaxud da ki Peyğəmbər sallallahu aleyhi ve sellemin vaxtında, onların vaxtında məşhur olan, tanınan bu idi, bu dərman idi. Ümumiyyətlə şeyx buyurur ki, dərilərin aşılanmasında məqsəd nədir? O dəridə olan əlavə çirkləri, pislikləri təmizləmək və həmçinin dərinin rütubətini qurutmaq. Və bu iki şey hasil olarsa artıq dəri aşılanmış sayılır. Hansı yolla bu iki şey hasil olur olsun, istəyir qaraz olsun, istəyir başqa dərman olsun, istər kimyavi maddələr olsun, hansı yolla bu baş verərsə, yəni dərinin quruması və həmçinin çirklərdən təmizlənməsi artıq dəri aşılanmış sayılır. Ondan sonraki məsələ nədir? Bu hədislərdə keçən dərilərin aşılanması yalnız əti yeyilən heyvanların dərilərinə aiddir. Yəni aşılanarkən təmiz olması, yəni ölmüş heyvandan söhbət gedir. Ölmüş heyvanın dərisinin aşılanarkən təmiz olması yalnız əti yeyilən heyvanlara aiddir, yoxsa bütün heyvanlara aiddirmi? İstər əti yeyilən olsun, istər yeyilməyən olsun. İt və yaxud da donuz dərisi kimi. Alimlər bu məsələdə ixtilaf ediblər. Birinci rəy sahibləri deyirlər ki, hər bir heyvanın istər əti yeyilən heyvan olsun, istər əti yeyilməyən heyvan olsun, haram heyvanlardan olsun, dərisi aşılanarsa artıq təmiz olur. Bu kimin rəyidir? Zahiri məzhəbinin rəyidir, zahirlərin və həmçinin də İmam Şevkani rahimehullahın üstün gördüyü rəyidir. Bunların dəlili nədir? Bunların dəlili hədislərdə keçən ümumilikdir. Xüsusən də İbn Abbas radiyallahu anhumənin hədisində bir gördük ki, iki ləfz gəldi, iki ləfzin ikisində də ümumi gəldi. Birinci ləfzdə gəldi ki, İzə dubiğəl ihəbu fəqad tahur, dəri aşılanarsa artıq təmizlənmişdir. Hansısa bir dərini Peyğəmbər sallallahu aleyhi ve sellem adlandırmadı, ümumi olaraq dedi. Və ikinci ləfzdə gəldi ki, Əyyümə ihəbin dubiğə fəqad tahur. Hansı dəri aşılanarsa artıq təmizdir. Birinci ləfzdə əl-ihəb əlifləmlə gəldi. İzə dubiğəl ihəb. İkinci ləfzdə isə əyyü gəldi. Əyyümə. Bu ikisi də əlifləmdə, həmçinin əyyü, bu hərflər ümumilik formasıdır ərəb dilində. Bu rəy sahibləri, zahirlər və həmçinin İmam Şevkani rahimehullah deyirlər ki, bu hədislər ümumiliyi bildirir. İstər həyatda ikən halal olan heyvanlardan olsun, yəni dəvə, inək və yaxud da qoyun kimi. İstərsə də halal olmayan heyvanlardan olsun. İt, donuz, hətta bu heyvanlar da. Bu birinci rəydir. Dedik ki, birinci rəy, deyirlər ki, ümumidir. Hansı heyvan olur olsun, istər halal, istər haram heyvanlar olsun, dərisi aşılanarsa artıq təmiz olur. Bu rəydə sahibləri kimlərdir? Zahiri məzhəbi, Davud az-Zahiri və həmçinin İmam Şevkani rahimehullahın da üstün gördüyü rəydir.
İkinci rəy hansıdır? İkinci rəy odur ki, deyirlər ki, ölmüş heyvanın dərisi aşılandığı zaman təmiz olur, pak olur, yalnız əti yeyilən heyvanlarda. Yalnız əti yeyilən heyvanlarda. Bu rəydə Həmbəli məzhəbinin rəyidir və həmçinin Şeyxülislam İbn Teymiyyə rahimehullahın üstün gördüyü rəydir və Şeyx Abdurrahman Si'di rahimehullahın yəni doğru saydığı rəydir və həmçinin Şeyx Abdülaziz İbn Bəz rahimehullahın doğru saydığı rəydir və həmçinin İmam Nəvavi rahimehullah buyurur ki, bu rəy, yəni bu ikinci rəy Əvza'i və həmçinin Abdullah ibn Mübarək və həmçinin Əbu Thawr və həmçinin İshaq ibn Rahuya rahimehumullahın rəyləridir. Yəni ikinci rəy sahibləri bunlardır. Şeyxülislam İbn Teymiyyə, Abdurrahman Siyadi, Şeyx Abdülaziz İbn Bəz və həmçinin İmam Nəvavi rahimehullah zikr edir ki, həmçinin Əvza'i, Abdullah ibn Mübarək, Əbu Thawr və İshaq ibn Rahuya da bu rəydədirlər ki, yalnız əti yeyilən heyvanlar öldükdən sonra onların dəriləri aşılanarsa onlar təmiz olur. Amma əti yeyilməyən heyvanların dəriləri aşılansa da hətta təmiz olmur. Və Şeyx Abdullah buyurur ki, وَالْقَوْلُ بِأَنَّ الْأَحَادِيثَ عَامَّةٌ قَوْلٌ قَوِيٌّ. Deyir ki, birinci rəy, hansı ki o rəydə dedilər ki, hədislər ümumidir, bütün heyvanlar bura daxildir. Deyir ki, bu rəy güclü rəydir. Baxmayaraq ki, güclü rəydir, lakin deyir ki, أظهر الأقوال وأقربها للصواب أن ذلك فيما يؤكل لحمه. Lakin rəylərin ən doğrusu və doğruya ən yaxın olanı, rəylərin doğruya ən yaxın olanı odur ki, ikinci rəydir ki, yalnız əti yeyilən heyvanlarda əgər ölərsə, onun dərisi aşılanarsa o zaman təmiz olur. Və şeyx buyurur ki, təqva da, vara' da bunu tələb edir. Təqva da bunu tələb edir ki, bundan başqasını tərk edəsən. Əti yeyilən heyvanların dərisindən başqasını tərk edəsən, Peyğəmbər sallallahu aleyhi və səlləmin sözünə əməl edərək, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, Mən ittəqə şübhət fəqəd istəbrə alidinihi və irdihi. Kim şübhələrdən qorunarsa, artıq dinini və irzini qorumuşdur. Həmçin başqa hədisdə Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, Də'mə yəribukə ilə mə lə yəribuk. Sənə şübhəli gələni, sənə şübhəli gəlməyənə tərk et. Sənə şübhəli gəlməyənə tərk et. İbn Hüseymin rahimehullah bu hədislərdə buyurur ki, Hafiz İbn Həcər rahimehullah bu hədisləri, bu məsələni bu babda, qablar babında gətirməsinin münasibəti nədir? Yəni, səbəb nədir? Deyir ki, çünki dərilər o vaxtı qab kimi istifadə olunurdu. Dərilərdən qablar düzəldilirdi və o qablarda yemək saxlanılırdı, sular saxlanılırdı, dəstəmaz suyu da onda olurdu, qüsul suyu onda olurdu və ondan istifadə edirdilər. Və buna görə deyir ki, Hafiz İbn Həcər rahimehullah Buluğul Maram kitabında bu hədisləri qablar fəslində gətirib. İxlasla.com saytı tərəfindən təqdim olundu.